Prezident İlham Əliyev noyabrın 13-də Amerika Birləşmiş Ştatlarının İsa Məsihin sonuncu gün müqəddəsləri kilsəsinin nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə 12 həvari kvorumunun üzvü David Bednar, 70-lər komitəsinin üzvü və Avropa Mərkəzi Ərazi İdarəsinin birinci məsləhətçisi Jack Gerard, Stirling Fondunun prezidenti və idarə heyətinin sədri Miles Hansen və 70-lər komitəsinin Mərkəzi Avropa və Avrasiya üzrə kvorumunun üzvü Paul Pickard daxildir. Söhbət zamanı Prezident İlham Əliyevlə Amerika Birləşmiş Ştatlarının İsa Məsihin sonuncu gün müqəddəsləri kilsəsinin nümayəndə heyətinin əvvəlki görüşləri məmnunluqla xatırlandı. Qonaqlar Amerika Birləşmiş Ştatları prezidenti Donald Trumpın şahidliyi ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibəti ilə təbriklərini çatdırdılar. Təbriklərə görə təşəkkürünü bildirən dövlətimizin başçısı Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaların tarixi əhəmiyyət daşıdığını deyərək, onların regionun inkişafı üçün mühüm rol oynadığını vurğuladı. Donald Trumpın yenidən prezident seçilməsindən sonra Azərbaycan-ABŞ əlaqələrinin yeni mərhələyə keçdiyini bildirən Prezident İlham Əliyev bu ilin avqustunda Vaşinqtona səfəri çərçivəsində ikitərəfli münasibətlərimizin inkişafı ilə bağlı mühüm sənədlərin imzalandığını xatırladı. Qonaqlar Azərbaycan hökumətinin Amerika Birləşmiş Ştatlarının İsa Məsihin sonuncu gün müqəddəsləri kilsəsini rəsmi qeydiyyata almasına görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirərək, bu kilsənin Bakı ofisinin açılışında iştirak edəcəklərini dedilər və bunu ölkəmizdə bütün dinlərin nümayəndələrinə göstərilən qayğının təcəssümü kimi qiymətləndirdilər. Görüşdə Azərbaycanda mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi ilə bağlı dövlət səviyyəsində həyata keçirilən işlərdən söhbət açıldı. Bu istiqamətdə ölkəmizdə bir çox mühüm beynəlxalq tədbirin təşkil edildiyi vurğulandı. Tolerantlığın xalqımızın həyat tərzi olduğu bildirildi. Tarixən ölkəmizdə müxtəlif dinlərin və xalqların nümayəndələrinin bir ailə kimi dinc və sülh şəraitində yaşadığı qeyd edildi.